1488 Şahdağ döyüş deyil. Bəli, Şahdağ döyüşü düzdür. Hə, deməli 1460-cı ildəki döyüş sadəcə Səfəvilərin Ərdəbil hakimliyinə aiddir. Bəs yaxşı İlfət, onda sən bizə deyə görək, biz kimin dövründən başlayaraq bunlara Qızılbaş adı verdik? Deməli bu Şeyx Heydərin. Şeyx Heydərin. Bəs yaxşı, Şeyx Heydərin hansı ərazilərə yürüşü Yaqubu narahat edib də Şirvanşahlarla ittifaq yaradır? Deməli bu Mərkəzi Asiya Dağıstan idi, Dağıstan zonası, Şimali Qafqaz. Bəli, düzdür. Mərkəzi Asiya yox, Dağıstan və Şimali Qafqaz deyirsən. Bəs orada öyrəndik ki, bax 1487-88 dedim, düzdür? Şahdağ döyüşü bundan bir il əvvəl. Həmin vaxt 1487-88-ci illərdə dünya tarixində baş verən hadisə 1487. Əslində yox, Tudorların yox. Bilirəm, mən yadıma. Yaxşı, ipucu verin. Böyük coğrafi kəşflər dönəminə aid idi. Hə, şeydir də bu Hindistanın dənizinin kəşf edilməsi. Hələ Afrikanın cənubu, Ümid burnu. Yəni Ümid burnu, Bartolomey Diyaşın səyahəti. Bəli, düzdür. Bartolomey Diyaşın səyahət etməsi düzdür. Məhəmməd bizə deyəcəkdi, Məhəmməd. Ağqoyunlarda birinci yadıma salıram. Qaraqoyunlarla Ərdəbil hakimliyi arasında döyüşün nə zaman baş veribdi? Qaraqoyunların Ərdəbil hakimliyi Şəməs döyüşündə 1460 deyən 1460 döyüşü. Hansı döyüş? Hə, Samur döyüşü. 1460-cı ildə bəli Samur döyüşü. Bu Qaraqoyunlarla Səfəvilərin Ərdəbil hakimliyi arasındaydı. Ha. Həmin döyüşdə Qaraqoyunlardan kim idi? Qaraqoyunlardan Cahanşah. Hə, Cahanşah. Bəs yaxşı, Səfəvilərdən Ərdəbil hakimliyindən Şeyx Cüneydi öldürürlər, elə bir şey. Bəli, Şeyx Cüneyd öldürüldü. Sonra gəldi Şeyx Heydər. Şeyx Heydəri kimdən hansı döyüşdə öldürüblər? Şeyx Heydəri Yaqub Padşah Ərdəbili tutur, sonra onu aparır öz yerinə, sonra da orada edam etdirir. Neçənci ildə idi bu hadisələr? Axırında 88-ci illərdə. 1488-ci ildə düzdür. İlahə bizə deyəcəkdi, İlahəm. Sonra orada qeyd elədik ki, biz əvvəlki nümayəndələrdən, bir də Sultanəminin iştirak elədiyi Şəməsi döyüşündən, Aksi döyüşü, Əsəd döyüşü, bu üçünü birləşdirən cəhət? Şəməsi döyüşü burada Əsəd döyüşlərinin bundan oxşar cəhəti. Əsəd döyüşündən Şəməsi döyüşü. 1415-ci əsrdə baş verdiyini demək olar. Yox, olmaz. Çünki 1500 neçədir? Hə, yaxşı, deyək sonra. Buyurayam. Müttəfiqlər arasında olması. Bəli, keçmiş müttəfiqlər arasında olmasıydı. Bəs yaxşı, Sultan Əli ilə Rüstəm hansı ara müttəfiq oldu? Mən Aksi döyüşündə bunu deyə bilərik. Bu Rüstəm 492-ci Dedim, yəqin eşitmədin, Aksi döyüşündə dedim. 1492-ci ildə Rüstəm taxta həmin Ərdəbil hakimlərinin köməyi ilə çıxmışdı. Doğrudur. Düzdür. Bundan sonra da başladı onun nüfuzunun yüksəlməsindən nail olmağa. Doğrudur. Bəs 1500-cü ildəki Ərzincan müşavirəsi ilə hansı qurultayları müşavirət edə bilərsən ki, bunlar yeni hücum hədəflərini müəyyənləşdirən qurultaylardır? 1400-cü ildə Mərvi, 1245-ci il idi, yoxsa 35-ci il idi. O Qızıl Orduda bir qurultay var idi, Qaraqorun qurultayı, sonra onun qurultayı. Bunlar da yeni... Onun qurultayını demirsən? 1235 Qaraqorun, 1040 Dəndənəkandan sonraki Mərv qurultayı, bir də 1500-cü ildə Ərzincan müşavirəsi. Üçünü də birləşdirən cəhət deməli nə oldu? Yəni yeni planlarda kimə hücum etmək, haranı işğal etmək bu plan. Yeni hücum hədəflərinin müəyyənləşdirdiyi döyüşlər, qurultaylardır bunlar. Doğrudur. İndi sən bizə deyə görə Şərur döyüşü ilə 1410-cu ildəki Əsəd döyüşünü birləşdirən cəhət nə idi? Şərur 1501-ci ildə baş verilmişdi da. Bəli. Dövlətə son qoydu. Əsəd yeni dövlət yarandı. Səfəvi 1410-cu ildə Əsəddən sonra da Qaraqoyunlu yarandı. Düzdür. Nuray Sultanova Səfəvilərin Ərdəbil hakimliyini neçənci əsrlərə əhatə elədi? 1254-dən 88-ə. 88 deməklə. Denək ki, 1501-ci ilə qədər. 1501. Bəs yaxşı, Səfəvilərin Ərdəbil hakimliyi bu isə Səfəvilər dövləti neçənci illərə əhatə edibdi? 1501-də yaranıb 1738-ə qədər. 1736-cı ilə qədər doğrudur. 1736-cı ilə qədər hakimiyyətdə olmuşdur. Bax, bu da oldu Səfəvilərin Ərdəbil hakimliyi dövrü. Səfəvilər dövləti. Səfəvilər dövlətinin paytaxtları 3 əsas paytaxtda olub. Bunlar hansı şəhərlərdir? Təbriz idi, Ərdəbil idi, bir də Gəncə idi. Yox, niyə? Təbii Gəncə hansı ara paytaxtda oldu, mən xəbərim yoxdur. Buyur əfəm.
Afaq səsim bağlıdır. Sonra getdi Afaq. De görüm Ləman. Mən də bilmədim. Və əl qaldırıbsınız. Deyin görüm uşaqlar, Səfəvilərin ilk paytaxtı? Təbriz. Bəli, üçüncüdə İsfahan. 3 dəfə paytaxt dəyişiblər bunlar. Yəni 3 müxtəlif paytaxtlar olmuşdu ki, Nuray Sultanova bəs yaxşı, dövlətin əsasını qoymuş Şirvanşah, deməli, adı nə idi? İsmail. Neçənci ildə böyük bir imperiyaya çevirdi dövləti? Hansı döyüşdən sonra? 1501-də Şərif döyüşü. 1510 Mərv döyüşündən sonra. 1510 Mərv döyüşündən sonra. Səkinə, 1510-cu ildə işğal etdiyi digər ərazilər hansı ərazilər idi? O Gürcüstana qərbini falan işğal etmiş, oranı deyirsiniz. Oradan da elə keçirtmişdi, orada səhv etmirəmsə. Xorasan dedik, o heç. Mərv döyüşündən. Azərbaycan o şey... Xorasan. Dağıstan. Hə, Xorasan da var idi, bəli, Dağıstan. Xorasan da işğal etmişdi. Uşaqlar, deyirik Xorasan, ardınca Xorasandan sonra Dağıstan, Dərbənd bu ərazilər işğal olunmuşdu. Deməli, birinci Dərbənd Dağıstan, daha sonra Xorasan işğal olundu 1510-cu ildə Mərv döyüşündə. Səkinə, 1510-cu ildə Mərv döyüşünün baş vermə səbəbi nə idi? Necə mənim təşəkkür edəcək sonra? 1510-cu ildə Mərv döyüşünün baş vermə səbəbi. 1510-dakı Mərv döyüşü, deyil. Ondan sonra deyilən neysə. Mən öyrənmişəm, müəllim, zaten sual-cavab belə eləmişəm da, yəni. İndi niyə yadıma düşmür, sual verəndə bilmirəm. Dəyənməyə bu dəqiqə. Buyur Nuray. 1510-cu ildə ərazilər tutmuşdu, Dərbəndi, sonra Mərkəzi Asiyanı. Bu ola bilər səbəb. Bir, Xorasan uğrundaydı. İkincisi də kimi himayə etmişdi ki, İsmail? Bu da onun xoşuna gəlməmişdi, Şeybanilərin xoşuna gəlməyib. Bəli. Kim? O da Gəncəli sonuncu hökmdar Hüseyn Bayqaran. Bəli, Hüseyn Bayqaranın övladları. Sonuncu hökmdar deyil, axırdan ikincidir. Deyir ki, Hüseyn Bayqaranın övladlarının himayə etməsi Şeybanilərin xoşuna gəlməmiş, buna görə də mübarizələr aparmışlar. Yadınıza saxlayın. Bunu qeyd elədik, deməli, neçənci ildə? 1510-cu ildə. 1510-cu ildə itirdiyi və qazandığı ərazilər dedim sizə. İtirdiyi ərazilərimiz oldu. İtirdiyi ərazi oldu Hörmüz. Yadınıza saxlayın, Hörmüzü itirmişdi. Portuqaliyalılardan oldu silah gözləyirdi. Səkinə xanım, bir də nələrimiz qaldı? Səfəvi dövləti Ağqoyunlu Qaraqoyun dövlətindən fərqli olaraq? Mənim o mərkəzləşmiş dövlət idi də, yəni Azərbaycanı birləşdirmişdi. Amma yəni Ağqoyunlu da birləşdirməyi bacarmamışdı. İdarə etməsində digər bir oxşar cəhət. Sonra başqa bir səbəb. Bəli. Deyə bilərəm müəllimə. Buyur əfəndim. İslam bu idi. Teokratik bir şey var idi. Düzdür, teokratik. Teokratik dövlətləri kimdən əsas alır? Şumerlər. Ərəb dövlətləri ola bilər. Bəli, Şumerlər. O bir də gözlə. Şumerlər sonra Ərəblər. Hunlar, bir də Misirlər. Qədim dövrdə bunlar idi. Bir də ərəblərdə bəli, onlar teokratik dövlət hesab olunur bu günləri. Dini qaydalar əsasında idarə olunan dövlət. İranda həmçinin teokratik dövlət hesab oluna bilər. Bunları deyə bilərsiniz. Hər səkinə, indi sən bizə də görək. Səfəvilər dövlətində hökmdardan sonra ikinci şəxs? Mən burada vəzir idi. Bu şey Qaraqoyunlu Ağqoyunlardan fərqli olaraq vəzir idi burada ikinci şəxs. Düzdür. Yoxsam yox. Vəzir yox, vəkil deyəcəksən. Vəzir yox. Vəkil mənim qarışdırdım vəkil. Mehriban, nə oldu? Işığınız keçdi? Yox, keçmədi. İnternetdə problem oldu. Elə bildim təkcə bizdədir, baxdım hamı da elədi. Yox, heç kəs yox. Zeynəb də, bir də Zeynəb çıxdı. Sonra bir də nələrimiz qaldı? Təhmaniz bizə deyəcək. Təhmaniz, keçək Səfəvi Osmanlı müharibələrindən. Səfəvi Osmanlı müharibələrində ilk mərhələ neçənci ilə rahat eləyir? 1514-1555. Düzdür. 1514-cü ildə hansı Osmanlı Sultanının dövründə başladı müharibə? 1514 Səlimin dövründə. Səlimin dönəmində başlamışdı, düzdür. 1514-cü ildə Səlim bu müharibəyə başlamazdan öncə hansı Avropa ölkələri ilə danışıqlar aparıb müqavilə imzaladı? Venesiya idi. Bir də Macaristan. Bəli, Macarlarla düzdür. Çaldıran döyüşü baş verdikdən sonra biz hansı ərazilərə girişimizi, hansı əraziləri itirdik? Hansı əraziləri? Bəli. Bağdadı, Ərəb İraqın, onları.
Bağdad Ərəbi adı mı, yoxsa Mosula qədər ki, Şərq və Cənub-Şərq Anadolu mu? Mosula qədər olan ərazi. Bax deyirsən ki, Mosula qədər ki, Şərq və Cənub-Şərq Anadolu. Oradan Cənub-Qərbi Qafqaz itirdik. Buradan itirdiyimiz ərazilər geniş idi. Şərq Anadolunu itirdik və s. Bu oldu deməli bizim hansı döyüşümüz? Çaldıran döyüşümüz. Çaldıran döyüşündən sonra Osmanlı hansı şəhərlərlə keçirsə də möhkəmlənə bilmədi. Təbrizi. Düzdür. Bəs Təbriz Süleymanın dövründə neçənci illərdə işğal olunubdu? Təbriz mənim işğal olundu. 34-də də vardı. Sonra təzən 35-də də vardı. Elə 48-də də vardı elə. Bəli, 3 yürüşün içində də dedi ki, Təbriz ələ keçirilmişdi. Nuray Hüseynova bizə deyəcək, Nuray, Çaldıran döyüşünü yadımıza sal gör. Neçənci ildə baş verib Çaldıran? 1514. Düzdür. 14-də başlayan birinci mərhələ hansı müqavilə ilə başa çatdı? Deməli 1514-dən 1555-ə qədər davam edir. 1555-də də Amasya sülhü imzalanır. Doğrudur. Amasya sülh müqaviləsinə qədər bir dənə də hadisəmiz var. Sultan Süleyman Qanunun Azərbaycana yürüşləri. Sultan Süleyman Qanuni nəyidən, hansı hadisədən istifadə edib Səfəvilər üzərinə hücuma keçir? Bu Təhmasib az yaşlı gəlir hakimiyyətə, 10 yaşında gəlir də və hakimiyyət burada zəifləyir, aralarında deməli müttəfiqlərin aralarında üsyanlar baş verir. Ona görə o da 4-dən yürüş olur da 1534, 35, 48, bir də 54. Bir dənə də bir səbəbimiz qaldı, onu da İlahə bizə deyəcək. Buyur İlahə. Şeybanilərin Xorasanda qiyam qaldırması Neçənci il idi? 1534. 34-cü ildə idi, doğrudur. Nuray Hüseynova, Mən qaldırmasında deyə bilərik. o 3-cü yürüşün səbəbidir. Amma bütövlükdə yürüşlərin səbəbi deyəndə, bax orada 1534 ilk dəfə gəlməyinin səbəbi 1534-cü il Xorasanda Şeybanilərlə mübarizə, onu deyəcək. Nuray Hüseynova, bir də qaldı nəyimiz bizim burada? Birinci, ilk 3 yürüşü hansı şəhərə idi? Təbrizə. Bu bir dəqiqə sənə sual verim də görüntümü bağlayım görüm. Təbriz. Bəs sadəcə 4-cü yürüş hansı ərazi olmuşdu? 1554 olmuş, sonra Ərdəbil. 1500. Xeyr, 54-də Naxçıvan şəhərinə yürüş etmişdi. Təhmasib Osmanlıya qarşı mübarizə aparmaq hansı taktikadan istifadə edir? Yandırılmış torpaq taktikası. Düzdür. Onda Aysu bizə deyəcək, Aysu yandırılmış torpaq taktikasını istifadə edilmiş digər bir hökmdar. Şah 1. Abbas. Bəli, Şah 1. Abbasın. Siyasəti necə adlandırılır? Yandırılmış torpaq taktikası. Və yaxud, yox, yandırılmış torpaq taktiki və yaxud da Turan taktikası. niyə Turan olsun ki, hazır deyirsən ki, böyük sürgün siyasəti. Böyük Bəli, böyük sürgün adlandırılır. Yadında saxlayırsan bunu, böyük sürgün siyasəti adlandırıldı. İndi bizə deyə görürsən, deməli, harada qalmışdıq? 1514 Çaldıran döyüşündən sonra İsmail qisas əməliyyatına başlayıb desəm? Xeyr, o yaxın döyüş olmuşdu Çaldıran döyüşündə. Ona görə ondan sonra heç döyüşə girmir. O sadəcə ədəbiyyatda deyilən bir ifadədir. Həyat yoldaşını Osmanlı tərəfindən qaçırıldığına görə. Mən onu tarixdə də oxudum. Yaxşı elədin oxudun. Amma deyirlər ki, kitablarda bunu çıxardırlar. Niyə? Çünki Azərbaycan bugünkü Türkiyə münasibətlərinə pis təsir edir. Hə, uşaqlar, deməli nə edirəm burada? Qisas əməliyyatına başlayıb 1500, Qisas əməliyyatına başlayıb kitabında var bu. Amma o yenə uğursuz olmuşdu. 1514-cü ildə Osmanlı Azərbaycanın yürüşü ilə yadımıza sal görək. Bundan əvvəl Monqolların Azərbaycanın ikinci yürüşü, Teymurların Azərbaycanın yürüşü arasında nə kimi oxşar cəhət var? Vahid dövlətinin olmaması. Monqollar 20-dən 22-yə birinci yürüş idi də, hə? Birinci yürüşünü soruşmuram, ha, ikinci yürüşünü soruşuram. Monqollar Tam xəstəliyi. Mövqeyin dağılır. Sənədçiləri yığıb aparırlar. Ha, səslər hamısı qarışdı bir-birinə. Sənədçiləri aparırlar. Bəli, sənədkarların aparılması oxşar cəhətdir. Uşaqlar, özdə kameranızı açırsınız. Kameralarınız nə belə bağlıdır? Mən də zayıf 2%, 3% deyəm, ona görə sönmüş aça bilmirəm. Mənə tam xəstəliyi olmaz. Olmur. Niyə taun xəstəliyi? Ancaq indi sual verəcəm taun xəstəliyini. Aysu xanım, deyirsən bizə. Atası misal üçün bəyaz et. Bu səbəblə qurub, amma birinci düşmançılıq edir. Uzun məsələdir. Uzun məsələdir. İsmaildə də az şey olmayıb. Ha. Bu İsmail də özünə görə olmayıb. Və görüm Aysu,
Bəs yaxşı. Kimdə qalmışdıq biz burada? Sultan Süleyman Qanuni Azərbaycanın sadəcə bir ikinci yürüşündə niyə tez tələb-tələsik tərk etməyə məcbur oldu? Ona görə ki, həm tanı xəstəliyi olmuşdu, həm də ki, ərzaq çatışmazlığından tərk etmə məcburiyyətində qalır. Axırda Osmanlı fikirləşir ki, bu yəqin Azərbaycan türkləri acından ölür. Elə biz nə vaxt gəlsək burada bu çörək tapa bilmirik. Bunu yadda saxladıq 1535-ci ildə. Bəs bu neçənci illə oxşar cəhətdir ki, Azərbaycana hücuma keçən yenə xəstəlikdən ölüb çıxıb gedir Bu Azərbaycan. da 944-cü ildə Slavyanların Bərdəyə yürüşü olmuşdu. Orada da xəstəliyi almışdı. Ona görə onlar da tərk eləmişdilər. Doğrudur. Bax, Məhəmməd, buna görə oxşar cəhət edirik. Sultan Süleyman Qanuninin ikinci yürüşü ilə Slavyanların Azərbaycana 944-cü il gəlişində. İkisində də xəstəlikdən dolayı. Həmçə nə deyirəm? Halda Təbrizin tutulması ola bilərdi. Nə? Bayaq sual verdik. Təbrizin tutulması olardı. Bəli, oxşar ola bilərdi, düzdür. Orada da oxşar var idi. Bəs axı, bunlar Təbrizi tutsalar da möhkəmlənə bilməyiblər. Biz bunu Təbrizi tutulmuş kimi götürə bilirik ki. Mənə 5 dəqiqə icazə verə bilərsiniz qoşulun. Nə oldu ay Səbinə? Mənim işim var. Yaxşı. Deməli burada yadda saxlayırıq aşıqlar. Təbrizi işğal eləyir, amma nə uzun müddət qala bilmir. Aclıq, susuzluq, səfalət, qıtlıq, xəstəlik bir tərəfdən canlarına düşür və Azərbaycan tərk edilir. Həmişə dediyim bir söz var, ya zəlzələdən, ya vəlvələdən xilas oluruq. Və o zəlzələ vəlvələ budur. Sonra bir də nələrimiz qaldı bizim burada? 1534-cü ildə hansı şəhər Osmanlı yandırıb küllü küfan elədi? Mən deyirəm, Bəli. Osmanlı yandırdı. Neydi o adı? İrəvan. Niyə? Naxçıvan. Naxçıvan. Deyirdi ki, Naxçıvan haqqında Peçevi yazırdı ki, gecə gündüzə çevrilib. Naxçıvan haqqında deyirdi ki, peç kimi yandırdılar. Bunu beləcə yadınıza saxlayırsınız. Ayan bizə deyəcəkdi, Ayan. Deməli bizim burada Sultan Süleymanın dövründə Azərbaycan və ya da Təhmasibin ən böyük uğuru hesab olunan hadisə? Ən böyük uğuru onları ölkədən qova bilir də. Təbrizin tutulmasının qarşısına var. Həm bir də müqavilə imzalayırıq da onlarla. Məcbur qalıb müqavilə imzalayırıq. Ən böyük uğuru götürək ki, torpaq yandırması. Bütün yürüşlərdən torpaqları yandırıb. Uşaqlar, Qanuni Avropanı lərzəyə salmış bir hökmdar. Onun qarşısında duruş gətirə bilir. Onun qarşısında Azərbaycanın ərazi bütövlüyünü qoruya bilirsə, bəli, bu onun uğuru hesab olunur. Bu oldu 1555-ci ildə bizdə, amma isə sülh müqaviləsi imzalandığı ildə Avropada imzalanmış müqavilə? Avropada Augsburg sazişi oldu. Augsburg sazişi doğrudur. Bir də 1555-ci ildə İngilislər hansı şirkəti yaradı? Austin şirkəti idi. Bəli, Austin şirkəti yox, amma Moskva şirkəti idi. Moskva. Moskva şirkəti ilə ticarət əlaqələri saxlamış hökmdarımız kimdir? Müqaviləsi imzalanmış. Moskva ilə İctimai iqtisadi həyatda veriblər. Buyur Səkinə. Katolik Səhv deyil. Testi onu düz cavab götürmüşlər, müəllim. Təhmasib, bəli, Təhmasib. Şah səhvini ömür boyu götürməzlər Səkinə. Onda yadınca cavabda sevdim. Başka şu an teste baktım, ben Təhmasib yazmıştım ama bu 60. müdürü test orada. Orada ama səhv götürüblər. Ola bilər, bəlkə diqqətsiz deyil. 555-də Katolik kilsəsi məhsul olmuşdu. Katolik kilsəsi parçalanmışdı. Bəli, Katolik kilsəsi kilsəyə parçalanmışdı. Uşaqlar, amma sizdən gözlədiyim, istədiyim nədir bu dəqiqə? Dərsdən sonra, bilmirəm, gecə saat 12 olur, 1 olur, neçə olur olsun, mənə dibin test toplusundan Səfəvilər həm 16, həm 17-ci əsrdə testdən işləyib göndərməyiniz. 300-dən biraz test olur. 300-dən çox niyə ayafa? İşləmişəm mən, yoluyum indi. Mən sınavda qarışıqdır, mövzular bir-bir deyil deyənə mən az qalan ki ağlayam Allah haqqı. Sən oturub onları imtihanda da ucuz qarışıq işləyəcəksən. Oturursunuz dibin test toplusundan, onların hamısını bir-bir işləyib mənə gecə saat 12-1 mən bilmirəm, işləyib göndərirsiniz. Sonra nələrimiz qaldı bizim burada? Deməli, Ayan bizə deyəcək. Ayan, birinci yadıma salıram. Səsi bağla. 1555-ci ildə müqavilə imzalanmışdı artıq. Nə üçün 1570? Bir də Təhmasibin daxili siyasətdə ən böyük uğuru. Daxili siyasətdə ən böyük Azərbaycan rahat şəkildə birləşdirməsi. Düzdür. Neçənci illərin hansı dövlətlərə son qoydu?
Şeydə 38.538-də Şirvanşahlar varlığına son qoyur. Bir də 2551-də Şəki hakimliyində varlığına son qoyur. Doğru. Yəni bir sözlə Azərbaycanı vahid şəkildə birləşdirməyi bacardı bu insan. 1551-ci ildə neçənci əsr eləyir? 16-cı əsrin 50-ci illəri. 16-cı əsrin 50-ci illəri. İndi gəl bir də yadımıza salaq nələr buradan. Bizim 1555-ci il dedik. Nə üçün sadəcə ikinci mərhələ başladı? Sadəcə ikinci mərhələ niyə başladı? 78-90-cı illəri əhatə edib. Orada Amasya sülhü şərtləri pozulur da. Sülhü şərtdən pozulur, hücuma keçəcəklər. Sülhün şərtləri pozulmalı. Amma niyə 1578-ci ildə? Səfəvi dövlətinin zəifləməsindən istifadə edir. Eşidir ki, Səfəvi dövləti zəifləyib, onun zəifləməsindən istifadə edib, neynədilər? Azərbaycanın yürüşə keçdilər. 1578-ci ildə. Bunun yadında saxlayırsa 1578-dən danışırıq. Həmin vaxtı kimlərdə Səfəvilərə qarşı qiyam qaldırmışdılar? 1578-də kimlər qiyam qaldırdılar? Kürtlər. 1578-ci ildə yadımıza saxlayırıq uşaqlar. Kürtlər də bir tərəfdən qiyam qaldırdı. 78-ci ildə Çıldır döyüşündən sonra Osmanlı hansı ərazilərə keçirdi? Çıldır döyüşündən sonra Osmanlı... Unuttum bunları. Kim deyər uşaqlar? Buyur Ülfət. Şərqi Gürcistan şahid, değil mi? Bəli, Şərqi Gürcistanı fəth edir. Şərqi Gürcistanın fəth edilməsi neçənci il? 1578-ci il. Kimdən ortaq cəhət götürə bilərik? Nə ilə? Gürcistanı fəth etməyə kimdən ortaq cəhət götürə bilərik? Rahimdən götürə bilərik. Bəli. Sonra bunları qeyd elədik. İndi sən bizə deyək görək, hansı döyüşdə biz Ağzu çayı sahilində baş vermiş, hansı döyüşdə idi ki, Şirvanı geri qaytarmağa bacardıq? 1478-də olan Molla Həsən döyüşündədir. Bəli, 1578 Molla Həsənli döyüşü. Bəs Ayşə bizə deyə bilərmi Ayşə? Bu sadəcə ikinci mərhələdə Osmanlı hətta müttəfiqi vardı. Kimlə birlikdə Azərbaycana yürüşə keçmişdi? Qızılbaş qoşunları ilə. Ay canım, Qızılbaş qoşunu Səfəvilərin özləridir. Nətər olur özləri hücuma keçdilər? Buyur Təhmari. Kırım xanı idi. Bəli, Kırım xanı ilə. Kırım xanı Adirgəray Nəsrallığı döyüş hansı döyüşdə Ayşə? Niyazabad döyüşündə. Niyazabad döyüşündə idi. Xeyr, səhvdir. Niyazabad döyüşü deyil. 1568 deyim, sən dedin. Molla Həsənli. Bəli, Molla Həsənli döyüşü. Ayşə, burada Niyazabad döyüşü ilə sən Sınıq Körpü döyüşünə nəyə görə oxşar cəhət edərsən? Şirvanın yürüyüş olur. Hər ikisində kimlər müttəfiq idilər? Şirvanın. Osmanlı ilə Kırım qüvvələri, ay Ayşə, bunu belə cavab verməlisən. Osmanlı və Kırım qüvvələri birlikdə Azərbaycana hücuma keçmişdir. 1583 oldu Niyazabad döyüşü, 1618 Sınıq Körpü döyüşü. İkisində də oxşar cəhət Osmanlı və Kırım qüvvələrinin birlikdə hücuma keçməsi idi. 1583-cü ildə Niyazabad döyüşündə uşaqlar maraqlı bir şey olur. Döyüş meydanında qələbə qazanırıq, döyüşün sonraki tarixində uğur qazana bilmirik. Niyə? Çünki bizim ağılsız Qızılbaş əmirlərimiz mərkəzi hakimiyyətə tabe olmur. Sufyan döyüşündən sonra Osmanlı ələ keçirdiyi şəhər Təbrizi tutdular. Təbrizdə hansı bazar yandırıblar? Qeysəriyyə bazarı. Düzdür, Qeysəriyyə bazarı yandırıldı. Yaxşı, Qeysəriyyə bazarını vaxtilə kim saldırmışdı ki, indi bunlar da yandırırdı? Həsən. Həsən Padşah bəli tərəfindən salınmışdı. İndi heç nə yandırıldı qəşəng. Yerlə yeksan oldu. 5-ci əsrdə idi, o deyəsən. 15-ci əsrdə idi, bəli. 15-ci əsrdə. Sonra Ayşə bir də bizə deyəcəkdi, Ağqoyunlular, daha doğrusu, mən var sual vermək istədim onu. Böyle bir daha sənə sual verim. Ağqoyunluların birinci qolu neçənci ildə hansı döyüşdə məğlubiyyətə uğradılmışdı? Deyim mənə. Buyur Əfə. Birinci qolu 1501-də idi. Əlvan Mirzə idi də onda hakimiyyətdə. Onu süqut uğratdılar. Sonra bir də 1503-də idi. Onda kim idi? Onda soyadı Mirzə idi. Amma bilmirəm adı nə idi. Murad Mirzə. Murad Mirzə, bəli. 1503-cü ildə də Ağqoyunlu Almabulaq. Əslində burada sual vermək istədiyim bu ərazilərdə 1501-ci ildə hansı əraziyə yiyələnir Osmanlı? Yox, Osmanlı Səfəvilər, üzr istəyirəm, Səfəvilər hansı əraziyə yiyələnir?
Azərbaycan cənubu 1503-cü ildə də Şərq Anadolu, İran, Ərəb-İraq bu ərazilərə gələnir. İndi Ərəb-İraqı Səfəvilərdədir 1503-də. Nə zaman Ərəb-İraq əlimizdən çıxıb ay uşaqlar? 1590-cı ildə birinci İstanbul sülhü. Orada da var idi, amma 1534-cü ildə Sultan Süleyman Qanunun Azərbaycanın birinci yürüşündə. Əlimizdən Ərəb-İraqa çıxmışdı. Ləman, sən bizə deyəcəksən, Səfəvi-Osmanlı cəbhəsində ən ağır şərtli müqavilə, hansı müqavilə hesab olunur? İstanbul sülhü İstanbul sülhü. Neçənci il imzalanıb bu müqavilə? 1590. Bu müqavilənin şərtlərinə görə? Mən bir də məndən soruşma zəhmət olmasa, arxada səs var, danışa bilmirəm. Faktə görə müqavilənin... Hə, Mehriban, buyur de. Elə bir ki, Qaradağ, Zəncan, bir də haraydı, Ərdəbil, bunlar istisna olmaqla qalan Azərbaycan torpaqları şeyə verilir, Osmanlıya verilir. Bir də Şərqi Gürcüstandan haraydı, İrana tərəf olanlar da ki, Osmanlıya verilir. Hə. Bəs deməli bizim Azərbaycan torpaqlarının böyük bir qismi itirdik. Bir daha təkrarla görəsən bizə bu ərazilər hansı ərazilər hesab olunurdu? Deməli, Ərdəbil, Zəncan, Qəzvi, Qaradağ, bir də ki, Lənkəran idi. Bunlar Səfəviyə verilir, qalan Osmanlıda qalır. Yaxşı, Osmanlıda verilir. Azərbaycan Səfəvilər, Abbas nə zaman buralarda bu ərazilər birləşdirib də Azərbaycan bəylərbəyliğini yaratdı? Nə zaman Azərbaycan bəylərbəyliğini? 93-də. 93-cü ildə. Vahid Azərbaycan bəylərbəyliyi yaranması uşaqlar kimin oxşar cəhətdir? Nadir Şah. Bəli, Nadir Şah. O da Azərbaycan bəylərbəyliyi yaradırdı. Bəs yaxşı, Mehriban? Ərdəbildə yaradırdı da onu, hə? Kim? Ərdəbildə yaradırdı. O Vahid Azərbaycan bəylərbəyliyi yaradanda birinci Abbas. 98-də İsfahana köçürülürdü. Paytaxt İsfahana köçürülmüşdü. Paytaxtı niyə Qəzvinə köçürülür Təhmasib? Hücumlara görə. Hücumlar olduğuna görə. Hücumlara. Bu da şeylə oxşar cəhkim desəm, Bərdənin də o Albaniyada var idi, Bərdəyə köçürülmüşdü. Bəli, Bərdənin köçürülməsi də qəşəng onun oxşar cəhətdir. Məhəmməd bizə deyəcək, Məhəmməd, belə bir gərgin məqamda 1587-ci ildə Osmanlı ilə müharibənin ən gərgin çağında hakimiyyətə gətirilən hökmdar? Şah 1-ci Abbas. Bəli, 1-ci Abbas. 1-ci Abbas bax bu cür gərgin bir vəziyyətdə hakimiyyətə gəlməsinə görə sən kimin oxşar cəhət edirsən Osmanlıda? Osmanlıda Müəllimə. Buyur. Bəyazid, İldirim Bəyazid. Buyurun uşaqlar. Teymurla. Deyə bilərik, mən deyim 4-cü Murad. Buyur Ülfət. Mənim şeydi də onun adı yadıma çıxdı. Mahmud, 1-ci Mahmud. Nuray, sən kimi deyirdin? Səlim idi. Bəli, 3-cü Səlim, 3-cü Səlimlə. Səsin gəlmir Nuray, ən uzaqdan eşidir. Deməli, qeyd elədik, 3-cü Səlimlə oxşar cəhətdir ki, sən demə, hər ikisi gərgin bir mübarizə şəraitində hakimiyyətə gəliblər. Bəli. Hakimiyyətə gələn kimdə ağır şərtli müqavilə imzalayıblar. 1360-cı ildəki 1360-cı ildə 100 illik müharibənin gedişatında bağlanmış hansı müqavilə ilə oxşar cəhət edirsən? Amasya. Yox, 1360-cı ildə İngiltərə və Fransa arasında hansı müqavilə imzalanır? ağır şərait Kim deyər uşaqlar? Bretini sülh müqaviləsi. Bəli, Britin. İndi adı yoxdur, amma 1360-cı il sadəcə 100 illik müharibənin gedişatında bağlanmış müqavilə deyil keçir. Yadınızda saxlayın ki, bəs sən demə, hər ikisindən sonra vaxt qazanmaq üçün, islahatlar keçirmək üçün müqavilə imzalanmışdı. Şərtlər də ağır idi, geniş ərazilər işğal olunurdu hər ikisində. Bəli. Bax, buna görə oxşar cəhətdir. Məhəmməd, sən onda bizə deyəcəksən nələri birdən? 1500, burada 1-ci Abbas hakimiyyətə gəldi. Hakimiyyətə gələn kimi 1-ci Abbas nə kimi tədbirlər görüb? Sülh imzalayırdı da. Hə, İsli prinsipini ləğv eləyirdi. Düzdür, sülh imzaladı. İsli prinsipini ləğv elədi bir də? Əyanları cəzalandırırdı. Doğru da əyanları cəzalandırdı. Hakimiyyətə neçənci il ərzində idarə edibdi 1-ci Abbas? 78-dən 29-a qədər. 78, bəli. 78-dən 1629-cu il doğrudur. Bəli. Onda sən bir də bizə deyəcəksən, paytaxtı hansı şəhərə köçürmüşdü? Paytaxtı Təbrizdən götürür. Adı neydi onun? Paytaxtı İsfahana.
Paytaxtın İsfahana İsfahana bəli. köçürməsini Bəli. Ləman başqa hansı hökmdarla oxşar cəhət edərsən? Reydən İsfahana köçürən. Qəşəng. Kim idi? Adını xatırlamadım. Aytəni. Alparslan. Xeyr. Ramzes. İkinci Ramzes. Afaq, sən öldürəcəm. İkinci Ramzesinə gəzir Reydə İsfahanda. Aynen Reydən İsfahana bu Məlikşah'a köçürən, hə. Misirdə, Misirdə idi da. Reydən İsfahana köçürdən. Ey Allahım, barısız. Səlcuqlar deyildi. Bəli, Səlcuqlar idi afaq. Məlikşah. Reydən İsfahana gətirdin Ramzesi. Gəldik. Bir də Reydən İsfahana gəldik. Kişinin adı yadımdan çıxdı. Məlikşah. O da Reydən İsfahana köçürübdü. Abbas da hardan Qəzvindən İsfahana köçürüb. İsfahan ümumiyyətlə qədim türklərin, türkləri yaşadığı daimi məskən olub. İndi İranın, farsların əlində olsa da burada daima türklər yaşayıb uşaqlar. Belə yadınızda saxlayın. Buradan başqa nələrimiz qaldı? İndi keçək birdən də. Səbinə xanım gəldin? Hə, indi sən bizə də görə Səbinə xanım. Abbasın keçirdiyi islahatları bir sadala görə sən bizə. Abbas hər bir islahat keçirdi. Yeni qoşun növləri yaratdı. Bunlar hansılar idi? Mən deməli hərbi islahat keçirir, sonra ordunu iki hissəyə böldü, nizami qoşunu bölmüşdü, bir də süvari qoşunu. Süvari atlılara deyirdilər də. Bir də daimi nizami qoşun bunlar. Yəni bir qoşun növləri yaratdı. Bunu yaratmış olduğu qoşun Avropada digər qoşunlarda nə ilə fərqlənirdi? Top 4 dənəyə bölmüşdü, onu deyirsiniz. Daimi nizami qoşun. Odlu silahla təchiz olunmuşdu. Hə. Odlu silahla təchiz olunduğuna görə deyirsən ki, bax bu qoşun digər qoşunlardan fərqlənirdi. Yaxşı, bunu da bildik. İndi sən bizə də görək Abbas mübarizəyə neçənci ildə başladı Osmanlı ilə müharibəyə? 1591-dədir. Yox, 1603-cü ildə. 1603-cü ildə hansı şəhərlə keçirməklə Cənubi Azərbaycan taleyi həll olunur? Mən bunu bilmərəm. Yox, bilirsən. İsfahanın başçıları 1600-dür. Uşaqlar 1603-cü ildə deyə bilərsiniz? Təbriz. Bəli, 1603-cü ildə Təbrizin ələ keçirilməsilə Cənubi Azərbaycan taleyi həll olunur. 1600. Yox, niyə Cənubi Azərbaycan İrəvan nə olsun? 1603-cü ildə yadda saxladıq. Sonra keçək bir də 1600 neçənci ildən danışırıq. Deməli 1604-cü ildə azad 1603-cü ildə döyüşdə ələ keçirilmiş ərazilərimiz Təbrizdə. Naxçıvan, İrəvan, sonra daha doğrusu Naxçıvanla Culfa döyüşü ələ keçirilmişdi. Hətta hansı ərazinin Naxçıvanda döyüşsüz ələ keçirildiyi, üsyan qaldırdı deyəm, vergilərdən azad elədi. Naxçıvanda. Bunlar nəsə yadımdan çıxdı. O hansı hissələrdir? Abbasın islahatları. Mənim yadıma gəlmədi. Buyur. Amma Ordubaddır, vergilərdən azad elədiyi. Sultan Naxçıvan işi tutandan sonra. Düzdür. Bəs ərəblərin vergilərdən azad etdiyi ərazi hansı ərazidir? Dərbənd deyirlər. Deyirlər ki, Dərbəndin mühasirəsinə dayananları azad edirlər vergilərdən. Bəli, düzdür. Dərbəndi vergilərdən azad etmişdi. Kim? Burada da öyrəndik ki, ərəblər vergilərdən azad edilir. Ləmanonda sən bizə də görək. 1-ci Abbasın dönəmində 1612-ci ildə bağlanmış müqavilə Nətər bilməyəsən 1612-ci ili. Buyurun uşaqlar. 200 İstanbul. Sərab müqaviləsi. 1612-ci ildə Sərab müqaviləsi dediyimiz müqavilə düzdür. Müqavilənin şərtləri Ləman xanım. Bir de. Niyə bilmirsən ay Ləman? Şərtləri təzədən təsdiq olundu. 1555-də olan. İndi deyəcəksən ki, mən bunu qəbulda oxumamışam. Siz Allah oradan mənə sual salmayın. Bax deyirəm ha. Axşam gecə saat 12-yə 1-ə qədər vaxtınız var. Səfəvilərin Dimin test toplusundan 16 və 17-ci əsr testlərini işləyib mənə təcili göndərirsiniz. Hazırlıqlarınız olmur, nə olur olsun, mən bilmirəm. Nasıl baxmısınız qrupa? Məndə o PDF yoxdur. Yaxşı, göndərim. İşarə eləyim buradan. Bölmənin adı neydi? Yəni gözləyim. 16-17-ci əsr. 16-17-ci əsr göndərim qrupadakı heç bir bəhanəniz olmasın. Göndərdim.
səhifəsində yazmışam. 16-17-ci əsrdə testlərin hamısı işlənib mənə göndərilməlidir. Birdə nələrimiz qaldı? 1612-ci ildə İstanbul müqaviləsinin şərtlərinə görə. Kimsə dedi bu şərtləri mənə yoxsa yox? Hə, buyurdu. 1555-ci ildə Amasya sülhünün şərtləri yenidən təsdiq olunur. Sonra Şərqi Gürcüstan idi. Azərbaycan da Osmanlı bu ərazilərin Səfəvilərin əlində olduğunu tanıyır. Onun üstündə Terik qalası var idi. Nəsə bir şey var. Terik qalasının sökülməsindən bağlı əmrə mane olmamalı idi hökmdar. Söhbət Səfəvi hökmdarından gedir. Bəs yaxşı, 1618-ci ildə imzalamış müqavilə hansı müqavilədir? Afaq. 618 burada Bəsri Şirin. Mərənd müqaviləsi. Mərənd yadınızda. 1618-ci ildə bəli Mərənd müqaviləsi. Uşaqlar, dünya tarixində 1618-ci ildə hansı döyüş baş veribdi? 30 illik müharibədir deməli. Bəli, düz. 1618-30 illik müharibə başladı Avropa tarixində. Afaq 1618-ci ildə o İstanbul müqaviləsi edildiyi Mərənd müqaviləsinin. Onun hansı Osmanlı Sultanının dövründə imzalanıbdı? O 1-ci Abbasın dövründə idi mənim. Osmanlı Sultanı deyirəm. Səfəvi Sultanı. Osmanlı Sultanı. Buyur. Səlim. Birinci Təliyev. Birinci Əhməddir deməli. Yox. İkinci Osman. Gənc Osman. Gənc Osman. İkinci Osman adı ilə tarixdə bilinən, gənc yaşında vəfat edən ikinci Osmanın dövrünə düşmüşdür. Rəhməriz, 1618-ci ildə Mərənddən əvvəl baş verən döyüşümüz Sınıq körpü idi deməli. Düzdür, Sınıq körpü döyüşünə, Niyazabad döyüşünü birləşdirən cəhət nədir? Orada Krım xanı və müttəfiq olması Osmanlı ilə. Qəşəng, doğrudur. Bəs Nuray Sultanova bizə deyəcək, Nuray, de görürsən bizə, Səfəvi Osmanlı cəbhəsində döyüşlər dedik. İndi bizə deyə bilərsənmi, Osmanlılarla müharibə aparmamış Səfəvi hökmdarları kimlərdir? Bəli. O hökmdar heç bir müharibə aparmadı kim? İkinci Abbas idi. Və Sultan Süleyman. İkinci Abbas və Sultan Süleyman. İkinci Abbasın dövründə uşaqlar, bax buradan qəbula suallar düşmüşdü ki, İlahə, ikinci Abbasın dövründə kimlər vergidən azad olunur? Həmkarlar, rəiyyət. Bəli, düzdür. Özdə bütün vergi borçları ləğv olunub. Ailə belə yox, bütün vergi borçları ləğv olunmuşdur. Ülfət bizə deyəcək, Ülfət, ikinci Abbas bəs kimlərlə hərbi münaqişə yaşamışdı? Ruslarla onlar Qafqazda möhkəmləmək istədilər, qalalar tikdirmişdi də. Ona görə o qalalar da ləğv olmuşdu. Düzdür. Deməli biz buradan yadda saxladıq ki, sən demə bu gənc 2-ci Osmanın dövründə, 2-ci Abbasın dövründə qalaların sökülməsinə bağlı tədbir var. Bir də elə bil ki, başqa bir hökmdar var idi ki, o da Sərəf müqaviləsinə saldırmışdı. Sərəf müqaviləsində də belə bir şərt var idi. Terek qalaların sökülməsindən bağlı. Bu hansı hökmdarın dövründə təsadüf edir? Osmanlıda yoxsa Səfəvilərdə? Yox, Səfəvilərdə demək istəyirəm. O 2-ci İstanbul sülhündə var idi, Terik qalası. Və yeni dövrdədir bu. Rəşd falandır. Yox, elə burada bu müqavilə. İncə dedim. Onda şeydə 1612-ci ildə 1612-ci ildə Sərəf müqaviləsi. 1612-ci ildə Sərəf müqaviləsi. Hə, 1-ci Abbasın dönəmində imzalanmış Sərəf müqaviləsinə əsasən idi. Burada qeyd elədik ki, 1600 deməli neçənci illərdə Ruslarla hərbi münaqişəmiz yaşanıb? 1667. 1667-ci ildə idi, düzdür. 1667 yox, 62-ci ildə. 67-ci ildə ticarət müqaviləsi imzalayan şəxs kim olmuşdur? O Süleyman dövülmüş, şəxs Süleyman. Hüseyin də imzalayıb 1717. Qəşəng, doğrudur. Onda bizə Məhəmməd deyə bilərmi? Məhəmməd, ticarət müqaviləsi imzalamaqda ikinci, deməli, daha doğrusu ticarət müqaviləsi imzalamaqda Şah Sultan Süleymanın məqsədi nə idi? Şah Sultan Süleymanın məqsədi İpəyi daşımamaydı, deyirsən. Bəli, Səfəvi ipəyinin Avropaya daşınması. Bu yoldan istifadə etmək istəyirdi. Səfəvi ipəyinin daşınmasında bu yoldan istifadə etmək istədi. Bu bir. İkincisi də ki, niyə məhz Səfəvilərin ticarət əlaqələri zəifləmişdi bu dövrdə? Deyilməz. daxil çəkmələr var idi. Daxil çəkmələr yoxsa Ruslar mübarizə idi.
Ay bala, İpək yolu əhəmiyyətini itirir desən, olmazmı? İpək yolunun əhəmiyyətini itirməsindən dolayı məcburən bunlar getdilər, Avropa ilə münasibətləri, Avropaya daşınmırdı ipəyimiz. Məcburən neynədilər? Ruslar bura təhrik elədilər ki, siz Allah, siz gəlin, Avropalılar gəlmir bu ərazilərə. Hə, beləliklə, bu bir dəqiqə uşaqlar, bunu da qrupa göndərin, bu testlərdə işləmək lazımdır mütləq. Deməli, əyani. Bilən də onlayn qrupa. İkinci qruplar üçün 20 sınağı göndərdim. Uşaqlar, 33-ə qədər vermişdim, elə sizə? Üçüncü qruplar üçün var sizdə 20 sınaq PDF-i. Bəli, var. Onu ata bilərsiniz mənə. Ən axırıncı ildir. Hə, 2025. Göndərdim. Atarsınız, zəhmət olmasın. Üçüncü qruplar üçün tarixi deyirsən? Bəli. Bir dəqiqə bu yüklənsin. Burada da yüklənsin, açaq. Buradakı testlərə baxaq uşaqlar. 11-15-ci əsrlər testi var. Mən sizin qrupa atdığınızı bizə əl vermişdinizsə, işləmək səhvlərinə baxacaq da yəqin ki. Hə. Dedim uşaqların onsuz da bəzilərdə bilmirəm bunu işləyiblər yoxsa yox. Mən şəklini çəkdiyim hansı qrupdur? Neçə gedirsən? Ekranı paylaşın. Yox, bunu ayrıca təzə almışam. Açılmadı. Hə, bunu yüklədik. Uşaqlar, şəkillərini göndərmişdim, test. Onu işlədiniz siz. Cavablarını göndərmişəm, yoxdur, göndərməmişəm. Cavablar əslində bildiyiniz... Göndərmiş müəllimə, yoxlamışıq. Bunu 11-15-ci əsrlərdən cavablarını işləyibsiniz. Cavablarını yoxdur. Mən keçən dəfə göndərmişdiniz. Hə, keçən dəfə göndərmişdim. Hə, düz deyil, keçən dəfə göndərmişdim onun cavablarını. Bircə dəqiqə açılsın. WhatsApp-dan tərk edirsiniz. Sonra bax. Like, hə, bu. Baxaq uşaqlar, bunların səhvlərindən. Bunları işləmişdiniz, sadəcə səhvlərinizə baxmamışdıq. Burada 1-dən 10-a qədər səhviniz. Heç kəsin səhvi yoxdur. 3 var. O bir dəqiqə. Məhəmməd, 1359-1367-ci illərdə oxşar cəhət, Azərbaycanda oxşar cəhət? Bir dəqiqə. B variantı. Bəli. Yox, B variantı yanlışdır. Niyə B variantı olsun? Bir dəqiqə. Ha, yox, üsürlə hesab elə. Mən burada müvafiqləri görürəm B variantı kimi. Müxtəlif cəlalilər tərəfindən işğal olunması. 1309-cu ildə cəlalilərdən kim idi hücuma keçən Azərbaycana? Yadda deyil, testi vurduğum yadımda da B variantı, onu dedim. Belə yadımda deyil. Ay bala, cəlalilərdən kim deyər aşağılar? Üveys idi müəllim. Bəli, Üveys. 67-ci ildə isə? Oğuzun Sultan Əhməd. Yox, yenə Cəlali Üveys idi. Azərbaycanın şimalına hücuma keçmişdi. Azərbaycanın müxtəlif ərazilərinin cəlalilər tərəfindən tutulması idi. Üçüncü sualımıza baxaq. Mehriban, izah ilə görüm üçüncü sualı. Mehriban. 3-də deyir ki, 12-ci əsrdə hakimiyyətdə olmuş Şirvanşah deyir Səlcuqlar, Türklər və dostluq münasibətləri bərpa etmişdi. 12-ci əsrdə biz bunu 3-cü mənzili götürə bilərikmi?
12-ci əsrdə hakimiyyətdə olmuş Şirvanşah, bəli. İkinci İkinci Mənüçöhrə. Düzdür, üçüncü Mənüçöhrə. İkinci Mənüçöhrə müttəfiq olmuşdu 4-cü Davidlə. Onu götürə bilərik. Yox, müttəfiq, bir dəqiqə. İraq Sultanı da vuruşmuşdu. 3-ü götürərik. Bir də 2. Buradan Gürcü çarı 4-cü Davidlə müttəfiq olmuşdur, düzdür. 2-ni götürdün, birdən düzdür, 2-3. İraq Səlcuq Sultanlığı ilə mübarizə fərqmiş. Yox, bir dənə göstər. Səlcuq türkləri dostluq münasibətlərini bərpa etmişdir. Hakimiyyətdə olmuş Şirvanşah uşaqlar, əgər ki Səlcuq türklərlə münasibətləri bərpa etmişdir desə, deməli 3-cü Mənüçöhrə deyil. Söhbət kimdən gedir? Axistan deyil. Bəli, Axistandan söhbət gedir. Axistan. Burada deməli düzgün cavab bir paytaxtı köçürübdür. Paytaxtı hansı əraziyə köçürdürdür? Paytaxtı ilə Şamxana zərbələr Bəli, Bakıya köçürdü, düzdür. Sonra bir də ikinci. İraq Səlcuq Sultanlığı Gürcü çarı 4-cü David müttəfiq olmuşdur deyə bilərsən? Yox. Çünki 4-cü David ölmüşdü. İraq Səlcuq Sultanlığı bəli. O İraq Səlcuq dediyi 3-cü şeydir məncə. Slavyanların hücumunu dəf etmişdir neçənci ildə idi? 1175'te. Bəli. Düzdür, 1175. Doğrudum. Sonra uşaqlar burada 10-a qədər səhviniz? Yox. 4-cü sualdan başlayaq. 4-cü sualdan kimizə deyəcək? Aysu, buyur 4-cü sual izah elə. 4-cü sualda deyir ki, hadisə nəticə əlaqəsinin doğru verildiyi bəndi seçsin. 4-cü Davidin Şirvana hücum etməsi Tiflis Müsəlman əmirliyində bu olmayacaq. Məhəmməd Cahan Pəhləvan hakimiyyətə gəlməsi, paytaxtın Naxçıvana köçürülməsi bu da olmayacaq. Qızıl Arslan Sultan elan edilməsi, İraq Səlcuq Sultanlığının yaranması. Bu qalsın bir dənə. Şəmsəddin Eldənizin böyük Atabəy titulu alması, Arranın ona iqta kimi verilməsi. Şəmsəddin Eldəniz yox. Atabəy Özbəyin taxta çıxması Eldənizlər bəli bu olacaqdı. Atabəy Özbəy Eldənizlər sülasinin daha da zəifləməsi. Bu olacaq. Çünki Özbəyin dövründə hakimiyyətdə zəifləmə gedirdi. Yəni öz dövləti idarə edə bilmirdi. Özündən başqa hər kəs qoşulurdu. Düzdür. 1088-ci ilə qədər mövcud olmuş dövlətin paytaxtı hansı şəhərdə uşaqlar? Rəfad olsun. Gəncədir. Şəddadilər. Şəddadilərin paytaxtı burada? 3-düzdür. Bəs bir hansı ərazidir? Tiflis. Yox, Tiflis doğrudur. 2 hansı ərazidir? Şamaxı 4. Təbriz. 5. Zəncan deyilsə. Gilan ərazisi. Gilan. Sonra uşaqlar 10-a qədər səhviniz var burada. 7-ci sualımızda kim deyəcəkdir? Təhmaliz, buyur izah elə. Hadisələrdə hansıların yeri dəyişdirilsə, Eldənizlər Atabələr dövlətinə aid xronoloji ardıcıllığı düzgün olar. Şəmsəddin Eldəniz böyük Atabəy titulu alması 1160'da idi. Sonra deyir Məhəmməd Cahan Pəhləvanın paytaxtı Həmədana köçürülməsi 1175 idi. Sonra Qızıl Arslanın özünü sultan elan etməsi Sultan məncə 1191 idi. Bəli. Qızıl Arslanın Həmədən döyüşündə 3-cü Toğrulu məğlub eləməsi 1190 idi. Deməli bu işlə 4-ün yeri dəyişdirilməli idi. Düzdür. Özbəyin də özünü hökmdar elan etməsi 1210 idi. Düzdür. Sonra buradan 10-a qədər başqa səhviniz? Ayhan 8-ci suala bax. Deyim 8-i. Gəldim. Hülaki dövlətinin 14-cü əsr tarixinə aid hadisələri müəyyən edin deyir. Məhəmməd Olcaytunun hakimiyyətə gəlməsi. Məhəmməd Olcaytun hakimiyyətə gəlməsi, bir dənə yadıma salma hakimiyyəti. Qazandan sonra hakimiyyətə gəlib 16-cı əsrə düşür. Biri götürür.
Hülakülər dövlətinin yaranması. Dövlət yaranıb 1258-də. 16-14-cü əsrdə söhbət gedir. Hə, dövlət yaranıb 1258-də, o 13-cü əsrdə. Ona görə iki olan variantlar çıxıram. B gedir, Y gedir, C gedir. Ya 1-3-6-dır, ya da 1-4-6-dır. Deməli 6 var, 1 var. İndi 3-lə 4-ə baxmalıyıq. Sonra baxırıq ki, Qazan xanın hakimiyyətə gəlməsi. Qazan xan 13-cü əsrdə hakimiyyətə gəlir. 3-də çıxırıq. Faktiki hakimiyyətin çobanların əlinə keçməsi. Bunu götürür, bu da düşür 1300, səhvləmirəmsə, 1347 idi. Yadımda elə qalıb da səhvləmirəmsə, 1347, 14-cü əsrin 40-cı ildə. Ona görə 1-4-6 D variantı. İndi sən mən faktiki hakimiyyətin çobanların əlinə keçməsi 1338-dir. Həmin 38-dən 1347-yə qədər Satıbay xatun idi, Satıbay xatun. Aydın oldu burada uşaqlar. Bu bir dənə 6-cı suala baxaq. 6-cı sualda kim bizə deyəcəkdir? Zeynəb mi yoxdur? Mehriban buyur. 6-cı suala bax. Mehriban buyur. 6-cı sualda deyir ki, 1382-ci ildə Şirvan feodalları hakimiyyəti yeni şək gətirdilər, o yoxsullaşmış. Əgər nəslindən idi, onun ata-babası vaxtı ilə Dərbənd hakimi olmuşdu. O, Şirvanın müstəqilliyini qoruyub saxlaması üçün mühüm addımlar atdı. Mətndə haqqında bəhs edilən Şirvanşahlar Əmir Teymurun ümumi cəhətini müəyyən edin. Burada şeydir, İbrahimi deyə bilərikmi? Mətndə bəhs edim 182-ci ildə Şirvan feodalları hakimiyyətə yeni şaha gətirdi. Bəli, Şeyx İbrahim Dərbənddən söhbət gedir. Onunla Əmir Teymurun ümumi cəhəti soruşur. A variantı noktu burada. Mehriban, hara getdin? Buradayım, səssiz açıram. Səssiz elə bil ki, burada deyir ki, 14-cü əsrin 80-ci illərində hakimiyyətə gəlmələri. Deyirsən ola bilməz, çünki Əmir Teymur 1370-də gəlib hakimiyyətə. Sonra deyir ki, Slavyanların yürüşünə qarşısını almaları, Qızıl Orta Osmanlı dövləti ilə mübarizə aparmaları, asılı qəbul etmək üzrə yürüşlərin edilmələri. Səlcuqlardan deyir bu, bir dəqiqə. Deyir mi, Qızıl Orduyla Osmanlı mübarizə? Qızıl Orduya qarşı ikisi birlikdə nə zaman mübarizə aparıbdı? Ay qızım, nətər yadından çıxır Terek döyüşü? 1395. Bəli, Terek döyüşü. Hətta 1387-ci ildə də var bunların mübarizəsi. Osmanlı dövləti ilə mübarizə nə zamandır? Uşaqlar, baxın, deməli Şeyx İbrahim Dərbəndi Osmanlı ilə mübarizə aparıb 1402-ci ildə. Şirvanşahlar dövləti Osmanlı ilə mübarizə aparıb 1402 Ankara döyüşündə. Beləmə işləyibsən, ay Mehriban. 9-cu sualda Ayşə buyur. 9-da deyir, Azərbaycan 10-cu əsrin 40-cı illərində olanları müəyyən edin. Yəni 999-40 kimi Saysər dövlətinin süqutu, bu deyilən 941 idi, bu düşmür. Slavyanların Bərdə faciəsinin törətməsi, bu 944-dür. Onun üçün 2 olanlara çıxacaq. Şəddədlər dövlətinin əsasının qoyulması, bunu da götürə bilərik. Ay qızım, nə deyirsən? 10-cu əsrin 40-cı illərinə aid olanları müəyyən edin deyir. Yəni 10-cu əsrin 40-cı illərinə aid olanları götürəsən. Şəddadilər əsası 971-də qoyulmuşdu tez. Başa düşdün şərti? 1 ilə 2-ni götürəsən eləsən. 1-2. Nə səfərlidir? Şəddadlər dövlətin əsasının qoyulması, bunu götürməliyik onda. Salar Sülaləsinin Azərbaycanın cənubunda hakimiyyətə gəlməsi. Bu 937 deyəsəm, onu götürəcək. Dəndənəkən döyüşü də 1121 idi, bunu götürməliyik. 1040-dır, 1040. Salariyyə Sülaləsinin Azərbaycanı 941-dir. O Dəndənəkən döyüşdə sərfimsə 1040. Bəli, 1, 2, bir də 4. 10-cu sualda. Afaq, buyur. Bir Səfəvilər Ərdəbil hakimiyyətinə aid olanları müəyyən et. Şeyx Heydər tərəfindən əsasına qoyulmuşdu. Xeysəfdə Şeyx Sufiddin Ədon tərəfindən qoyulmuşdu. Bir olanlar Taranı, D getdi, B getdi, C getdi. Afqanlar toqquşması. Burada
Ağqoyunlu toqquşubda bunu götürərəm. 1460-cı ildə Samur Çaysarındakı döyüşdə məğlub olmaları götürərəm bunu da. Cüneydin 15-ci əsrin ortalarında dini və dünyəvi hökmdar olması, bəli, Şeyx Cüneyd dini və dünyəvi hökmdar idi, teokrat idi, hətta dedik. Cavab aldı da mənim əsasında 12-ci əsrin sonunda qoyulması Ferisafdır. Düzdür. 11-ci sualda Ülfət buyur. Bəli, müəllimə deyir ki, hadisə nəticəsində doğru göstərilən cavabı müəyyən edin. 1121-ci ildə Didqor döyüşü baş verir. Tiflis müsəlman əmirliyi yaranır yazıb, səhvdir, sübut edir. Birlər səhvdir. Heysam ibn Xalidin özünü Şirvanın müstəqil hakimiyyətinə etdi. 861-ci ildə Şirvanşahlar dövləti yarandı, doğrudur. 988-ci ildə Tərbiyə Təmirliyi Şirvanşahlar dövlətinin asılıda isə düşdü. Haşim ibn Suraka Dərbənin müstəqil idarə edilməsinə nail oldu. Müstəqil necə idarə edilməsinə asılı olur, 3 səhvdir. Məzban ibn Məhəmmədin sadəcə hücumlarda isə qalib gəlməsi 941-ci ildə yeni dövlətin əsasının qoyulması. Bəli, sadəcələr sübut edir, salarlar dövləti yaranır. 2 doğru var burada. B variant. Düzdür. 12-ci sualımızdan Səbinə buyur. Bəli. Bəli, deyək ki, eləyən diaqramına uyğun bəndləri müəyyən edin. Məhəmməd ibn Əbu Sac bir də deyək ki, Yusif ibn Əbu Sac xilafət xəzinəsinə xərac göndərib. Deyək ki, xilafət xəzinəsinin xərac göndərməsinin dayandırılması, gürcü hakim qoşunun məğlub edilməsi. Birinciyə xilafət xəzinəsinin xərac göndərməsi, bu Məhəmməd ibn Əbu Sac'a aiddir. Buna görə də birincisi A olmayanları çıxırıq. Sonra deyək ki, gürcü hakimin qoşunlarının məğlub edilməsi. Bu Yusif ibn Əbu Sac idi. Sacilər dövlətinin yaranması, bu Məhəmməd ibn Əbu Sac tərəfindən yaradılıb. Sacilər səddinin təmir edilməsi, bu da Yusif ibn Əbu Sac, Türk mənşəli sualların nümayəndəsi olması. Yəni, bu hansına aid idi bu dəqiqə? Baxırsan, bunların biri sacı, hər ikisi sacı. Deməli, Türk mənşəli sualların nümayəndəsidir hər ikisi. Hər ikisi, onda üçüncüyə aiddir də, B variantı. Burada Yusuf ibn Əbu Sac xilafət xəzinəsinə xərac göndərməsini dayandırmalıdır. Bir C olmalı. Başdan bir daha deyib, bax. Xilafət xəzinəsinə xərac göndərməsinin dayandırması Yusifdir. 2-yə A variantı qoyursan, Türk mənşəli sualların nümayəndəsi olması 3-ə Y variantı yazırıq. Baxırsan, 3-ə Y variantı ya A'dır, ya B'dir, ya D'dir. Buradan üçündən birini götürürük. A variantı dedik ki, xilafət xəzinəsinə xərac göndərməsi Yusif. Burada Yusif aid elədik. Deməli, düzgün cavab burada D variantıdır, dadaş. Gürcü hakimlərin məğlubiyyətə uğratılması ikisinə də aiddir, düzdür. Dərbənd səddinin təmir edilməsi Yusifə aiddir. Sacilər dövlətinin əsasını qoyulması da Məhəmmədə aiddir. Səkinə 13-cü suala bax. Orada daha gec baş vermişdi. Dərbənd qalasının Monqollar tərəfindən tutulması. Bu düşür hardasa Dərbənd qalası. 39. Bəli. 1239. Bəli, 1239. 1239'dur bu. Dəqiqə 1239. Sonra Gəncədə Usta Bələndərin başçılıq etdiyi üsyan. 1231. Səkinə, eşidirsən? Dəqiqə müəllim. Yolakilər dövlətinin yaranması uşaqlar. 1280. Xaricim şəkərlərdən Azərbaycana hücumu. 25. Bəli. Sorumluğu anlayan. 31'den 31'den. Bəli, 131. Onda burada olur C variantı olur. Laç dövləti yaranması daha gec olur. Mən 14'ü deyə bilərəm. 358. Monqollar Azərbaycan kürəş zonlarını ələ keçirə bilmədikləri ərazi. Birincidə Gəncəni ələ keçirdə bilmə və lakin ikincisi ələ keçirdirdilər. O asandıydı, 15'e də bax. Qaraqanlı, Bağlı və Bağlı dövlətinin oxşar cəhət. Oxşar cəhət. Qazlı şəhərin paytaxt olması xeyir. Qaraqanlıda Ağdam Respublikasının ortaq cəhət Təbriz olmalıydı. Soyqal adlı B variantı, Soyqal adlı irsi torpaqlarının
Evet, olmaz. Sonra Ləman 16-ya bax. Eşidirsən Ləman? Ləman hara getdi? İlahə buyur. Neçənci sual? 16-cı sual. Uşaqlar mı məni eşitmir? Yoxsa mənim uşaqlar eşitmirəm? Deyim. Hə, buyurun uşaqlar. Ayhan buyur. Eyni əsrdə baş vermişdir deyir. Deyir ki, Şirvanşahların paytaxtının Şamaxıdan Bakıya köçürülməsi 1192-ci ildə, yəni 12-ci əsrdədir. Monqolların Şirvana birinci yürüşü, bu Şirvana yürüş ediblər, elə birinci yürüş zamanı Şirvana yürüş ediblər. O da 1220-1222-dir. 1367-dir. Ona görə 1-dən 3-cü variant olar. 12-ci əsrdə baş verir hər ikisi. Hə, deyəsən İlahənin interneti düzəldi. Buyur İlahə. Gəlmədi mənim səsim. Hə, indi gəldi səsin hələ. Başdan deyim onda bir də. Düzgün cavab hansını dedin? 1-dən 3, çünki hər ikisi 12-ci əsrdə baş verib. Düzdür. 3-dən. Monqolların Şirvana birinci yürüşü? Haradaydı? 1320, 22-ci illər. Düzdür. Şeyx İbrahim və o müttəfiqlərin Kürçay döyüşü? 1412. Şirvanın Cəlairlərə tabe edilməsi? 1367. Doğrudur. Sonra qoy Nuray Hüseynova 17-ci suala bax. Eldənizlər dövlətinin 12-ci əsrin 90-cı illərinə aiddir, yəni 1190-lara. Qızıl Arslanın hakimiyyətdə olması, Arslanın hakimiyyətdə olub, hətta 1190-da Həmədan döyüşündə iştirak edib, bir götürülür ona görə, qalırıq Anın ciyarəsində. Sonra üstə deyib ki, Məhəmməd Cahan Pəhləvanın hakimiyyətə gəlməsi, Məhəmməd Cahan Pəhləvan gəlib hakimiyyətə 1175-də. Hə, gələn kimi də paytaxtı dəyişdirilmişdi. Ona görə 3-ü götürmürük, 4-ü götürürük. 4-də deyir ki, 3-cü Toğrulun Həmədan yaxınlığında döyüşdə məğlub olması. Bu elə 2 də Həmədan döyüşü var. Biri 1190-dır, biri də 1194-dür. İkisi də 12-ci əsrin 90-cı illərdir. Ona görə 1-4-C variantı. Düzdür. 18-ci sualımıza baxaq. 18-ci sualımızda bir dəqiqə yuxarıdan başlayaq. Ülfət buyur. Bəli, müəllimə. 1406-cı ildə Naxçıvan yaxınlığında Araz çayı sahilində, bir də 1408-ci ildə Təbriz yaxınlığında Sərdar düzündəki döyüşlərin müşahidəçisi Teymurla məğlub oldu. Yevanət. Düzdür. Məhəmməd buyur 19-cu suala bax. 19-cu sual bir dəqiqə görsənmirəm. Naxçıvan şəhərinin Atabəylər dövlətinin paytaxtı olduğu dövrə uyğun gəlir. Naxçıvan şəhəri Atabəylər dövlətinin Şəmrətlənizin Naxçıvan yaxınlığında Gürcə qüvvələrinin hakim olunması, Monqolların Təbrizə keçirilməsi, Təbrizin Axsungüllərdən alınması, Əbubəkirin Həmədan uğrunda vuruşmada xərəmgahları məğlub etməsi, Qızıl Arslanın sui-qəsd nəticəsində öldürülməsi. Qızıl Arslan neçənci ildə öldürülür? Sən bizə deyirsən əvvəlcə, nə zaman Naxçıvan Atabəylər dövlətinin paytaxtı elan olubdur? Naxçıvan, birinci Naxçıvan sonra Həmədan aiddir. 1136-da. 75-ə qədər, 1136-75. Deməli, bu dövrə qədərki hadisəni seçməlisən, hansın? 1175-ə qədərki tarix. Monqolların Təbrizə keçirilməsi 1200-dən başlayır, 1220-dən başlayır. Yox, birinci yürüyüşdə, yəni olmazdı, vəbşən. Təbrizin Axsungüllərdən alınması, Axsungüllərdən alınması Təbrizin. O 1117 deyildi. Yox, 1175-dir. Neçə? 1175. Məhəmməd Cahan Pəhləvan hakimiyyətə gəldikdən sonra. Əbubəkirin Həmədan uğrunda vuruşmada xərəmgahları məğlub etməsi. Orada dedi, Gürcü qüvvələrinin ağı məğlub Niyə? Neçənci ildə idi? Naxçıvan yaxınlığında... Ondan sonra Naxçıvan keçirildi. 1163 idi. Bəli, 1163 idi. Məhəmməd, bax ona görə 1163-cü ildə deyirsən baş veribdir. Bəli. Təhmariz, 20-ci suala bax. Bəli. Hülayki xan Qazan xandan fərqli olaraq dövlətin banisi olmuşdur. Dövlətin banisi olmuş. Hər ikisini aid demədim bu.
Yox, dövlətin banisi, yəni yeni dövlətin əsası qoyub, yox. Yəni yeni dövlətin əsası onda Hülakü xanım. Hülakü Qazan xana fərq var. Bəli, düzdür, A variantı. A variantı dedin. Bəli. Sonra B-də deyir ki, 14-cü əsrdə hakimiyyətdə olmuşdur. Qazan xana aiddir. 1304-cü ilə qədər idi hakimiyyətdə. 1358-ci ildə Bağdad tutmuşdur. 1258-ci səhvdir heç. Sonra Elxanilər dövlətinin hökmdarı olmuşdur. Bu hər ikisinə aiddir. Məhkəmə islahat keçirmişdir. Bu da Qazan xana aiddir. Cavab A. Düzdür. O sual asandıydı. Bu bir dəqiqə 21-ə Məhəmməd baxsın. Nəsə 21 Məhəmməd deyir, bu tipli suallar işləyəmirəm. Görüm Hə, 21. Deməli, uyğunluğu istəyir. Deməli, Məhəmməd oğlu Zaytun, Cahanşah, Yaqub Padşah qızlarsına. Deməli, Məhəmməd oğlu Zaytun deyir, Hülakü xanı, Hülakilər, Elxanilər. Məhəmməd oğlu Zaytun, o düzdür. Sonra Cahanşah deyir, Ağqoyunlular Bayandurlular. Cahanşah Qaraqoyunlu olub. Sonra Yaqub Padşah Qaraqoyunlular, Yaqub Padşah Qaraqoyunlular. Yaqub Padşah xeyr. Yaqub Padşah hardaydı? Ağqoyunlu hökmdar olub da Yaqub Padşah, Həsən Padşahın oğludur. Hə, bəli, Ağqoyunlu o düzdür. Qızlar sana Atabəylər, o düzdür də. Elə ki, Cahanşahla Yaqub Padşahın yerləri fərqlidir, ikinci, üçün yeri. Bəli. Uşaqlar, biraz da uşaqları çətinə salın, bax bu 22 tipli suallardır. Aysu, buyur 22-ci suala bax. Xəritədə verilmiş şəhərlərin 9-10-cu əsrə aid ümumi cəhət. Xəritədə verilmiş şəhər 2 Ərdəbildir, 1 Urmiyadır. 1 Marağa. Bunun 9-10-cu əsrə aid xüsusiyyətini götürməliyik. Sacilər dövlətinin paytaxtı olmuşdur. Elə bunu götürə bilərik, bir dəqiqə qalsın. Monqollar tərəfindən tutulmaları bu 9-10-a düşmür, 1213-cü əsrə düşəcək. Şirvanşahlara tabi olmasını da götürmürük. Eldənizlərin paytaxtı olsa, yenə 13-cü əsrə düşür. Səlcuqlar tərəfindən tutulması da 9-10-a düşməyəcək. Ona görə elə var. Düzdür. Uşaqlar, 23-dən sonra səhviniz var. 24 məlumatında. 24-cü. Qazan xan islahatlarına aiddir. Deməli, Aysu dedi, Ülfət dedi. Mehriban, buyur 24-cü suala bax. Deyir, Qazan xan islahatlarına aiddir. Deyir, məhkəmə islahatına görə qazi vəzifəsinə ədalətli din xadimlərinin təyin olunması, ticarətdə çəki ölçü sistemi 2 dəfə yaradılması, ilk dəfə Qazan xanda yox, bir dəqiqə biri götürüb vergi islahatına görə vergilərlə bağlı məsələlərə dəqiq qayda yaradılması, 3-ü də götürürük. Sonra torpaq islahatının əsasını ordu ilə bağlı olmayanlar torpaq sahəsi verilməsinin təşkil edilməsi. Bu yox idi. Orada əslində şeydi də, orduna bağlı olan idi. İnzibati islaha görə dövlətin vilayətlərə bölünməsi. Bu da səhvdir. Bəli, dövləti vilayətlərə bölünür. Sonra uşaqlar, 30-a qədər burada səhviniz? 26. Memarlıq abidələri deyir. Uşaqlar, deyir ki, memarlıq abidələri inşa edilməsindən sonra adacaq. Bu memarlıq abidələrində çəki tipli sual. Sonra mən neçənci? 8-ci əsr yoxsa 9? Niyə 8-9 olsun? Uşaqlar, Əlişah məscidim? Neçə? Heç kəsin yadına düşmədi Təbrizdə Əlişah məscidi. 13-14-cü əsr mədəniyyətin içində oxuyub sayı uşaqlar siz bunu. Tacəddin Əlişah tərəfindən inşa olunmuşdur. Harada? Təbrizdə. 13-14-cü əsr tarixi abidələrimizin içərisində oxumuşuq. Urmiyada 3 günbəz 12-ci əsrdə. 85 sarayı 1483-cü ildə. Xudafərin körpüsü 1027-ci ildə. 1-ci Xudafərin körpüsü gəlir. 2-ci Urmiyada 3 günbəz gəlir. 3-cü Təbrizdə Əlişah məscidi, 4-cü də Təbrizdə 85 sarayıdır. Sonra 30-a qədər burada səhviniz var, uşaqlar, mənbə sualı. 30-u yaza bilməmişəm mənbədə. 30-u. Mənbədə bəhs edilən Eldəniz hökmdarının Qızıl Arslanla oxşar cəhətini soruşur bizdən. Burada Qızıl Arslanla oxşar cəhət sultan titulu qəbul etmələri deyilmi? Sultan vilayətləri Sultan və Əmir Atabəy Şəmsəddin Eldənizin vaxtında Nəmalıqda sultanın buyruq və əmrlərini yerinə yetirməyə başladılar. Sultan
Ancaq Sultan Arslanşah İbn Toğrulun yalnız hökmdar kimi adı vardı? Eldənizdən söhbət gedir. Hər ikisi birinci Şirvanşahlar Şirvanşahlar özünə tabe edib. Bir, bu oxşar cəhətdir. İkinci bir oxşar cəhət güclü hökmdar olubdur. Hər ikisi Sultan titulu yox. Sultan titulu deyənməsən axı. Sultan titulu Şəmsəddin Eldənizdə olmayıb. Qızıl Arslandaca olubdur. O günlər bir xeyli oxşar cəhət. Sultan deyil, sadəcə əlavə titul qəbul edir. Sultanı bir də Böyük Atabəy. Bəli, Böyük Atabəy titulca qazanıbdır. Güclü hökmdar olub, Azərbaycanın şimalı-cənubu idarə edib, hər ikisi Şirvanşahlar özünə tabe edib, bunları deyə bilərsiniz. Hə, uşaqlar, belə. Gələn dərsimizdə siz mənəm, gələn dərsimizdə nəyi oxuyacaqsınız? Səfəvilərə axıra qədər, Nadir Şah Əfşar İmperiyası daxil olmaqla, xanlıqlara qədər, Cənub xanlıqlarına qədər oxuyursunuz. Ondan sonra bugün saat 12-yə qədər Səfəvilərin testini işləyib göndərsiniz mənə. İkinci hissə var. Bəli, mücrünün birinci hissəsi var. Anahtarsız, onu da işləyir. Tamam. Deməli, işləyəcəksiniz hal-hazırda. Siz mənə gecə saat 12-yə qədər Səfəvilər 16-17. Bax, Ülfət qızım işləyib hazırdır. İndi göndərdi ki, müəllim, mən onu işləmişəm. Siz deməmişsiniz. Bəli, Nadir Şahı da oxuyursunuz uşaqlar. Hardan hara qədər verilsində? Hardan hara qədər? Elə bil ki, paragraf 33-dən başlayırsınız, paragraf 39-a qədər oxuyursunuz. 33, 34, 35, 36, 37, 38, 39-a qədər. Elə çox deyil, cəmi 24-cə səhifələrdir. Yox, 24 arsa belə də 24-25 səhifə eləyəcəkdir. Hə, uşaqlar, yenə test göndərəcəm, onu da işləyəcəksiniz dərsdən əvvəl. Onları müzakirə edəcək sizlərlə. Bir də dediyimiz səfəvləri işləyib, indi mənə göndərirsiniz. Gecə saat 12-yə qədər vaxtınız var. Uşaqlar, başqa bir sualınız var dərsimizə dair? O zaman sağ olacaq. İnşallah gələn 4-cü gün görüşərik. Sağ olun. Sağ olun. Sağ olun.